Salam dəyərli tələbələr, hər vaxtınız xeyir olsun. Əgər siz də informatikaya sıfırdan başlayırsınızsa və magistratura imtahanına hazırlaşırsınızsa, o zaman bu videonu çox diqqətlə izləyin. Bu videoda mən sizlərə informatika üzrə qəbul proqramını göstərəcəm və ən son dəyişikliklər nələrdən ibarət idi, onların hamısını təqdim edəcəm. Ümumilikdə bu hissədə informatikanı bölmələrə, hər bölməni isə alt başlıqlara ayırmışam. Gördüyünüz kimi birinci bölmə ilə başlayırıq və son olaraq 14-cü bölmədə bitmiş olacağıq. Qəbul imtahanına hər mövzudan eyni sayda sual düşmür. Bəzi mövzulardan 1 sual, bəzi mövzulardan 2, bəzi mövzulardan 3 sual da düşmüş ola bilər. Amma biz əlbəttə ki, nəyə diqqət eləməliyik? Hər bir mövzunu diqqətlə öyrənib, xüsusilə daha çox sual düşən mövzuları diqqətlə öyrənib, qəbul imtahanına qədər yaxşı bir şəkildə mənimsəməliyik. Və bundan əlavə, başlanğıc üçün sizlərə nələri deməliyəm? Əmin olun ki, əgər sizin sadə riyazi bilikləriniz əgər yerindədirsə, yəni vurmanı, bölməni, çıxmanı əgər bilirsinizsə, informatikadan kifayət qədər yüksək nəticə göstərə bilərsiniz. Niyə görə bunu deyirəm? Çünki bəzən tələbələr deyir ki, müəllim, mən informatikanı çox yaxşı öyrənə bilməyəcəm və yaxud yaza bilməyəcəm. Ona görə ki, mənim riyaziyyatım güclü deyil. Ümumilikdə 25 sualdan hardasa mən sizə deyərdim ki, maksimum 5-6 dənə riyazi sual düşə bilər ki, bu da yenə deyirəm vurma, bölmə, çıxma. Sadə riyazi biliklərə əsaslanan bir hesablama əməliyyatlarıdır. İlk növbədə biz nə ilə başlayacağıq? Birinci mövzumuz informatika və onun əsas anlayışlarıdır. Hər bir elmə başlayanda əlbəttə ki, biz onun əsas anlayışlarını öyrənirik. Yəni biz birinci bölmədə ondan sonraki bölmələrdə nəyi öyrənəcəyik? Bu elmin əsası nədir? Bu hissədən danışacağıq. Və burada sizlər üçün çox da çətin olan bir hissə yoxdur. Kifayət qədər maraqlı hissələr var. İnformasiya anlayışı nədir? İnformasiyanın ölçü vahidləri, informasiyanın kodlaşdırılması anlayışları, ASCII Unicode cədvəllərindən danışacağıq. Bu qədər qarışıqlıq narahat olmayın, yəni terminlər sizi qarışdırmasın, rahat bir şəkildə öyrənəcəyik. Yəni siz informatikanı öyrənərkən məqsədiniz informatika müəllimi olmaq deyil, sadəcə müəyyən məlumatları öyrənib qəbul imtahanında onları cavablamaqdır. İkinci bölməmiz isə informatikanın əsas bölmələrindən biri olan, əsas sahələrindən biri olan hardware, kompüter və onun texniki təminatı. Yəni biz bu hissədə cihazlardan, qurğulardan danışacağıq. Elektron hesablama maşınlarından, onların arxitekturasından, ümumiyyətlə belə deyim, bəzi başlıqlar 1-2 cümlədir, bəzi başlıqlar isə səhifələrləndir. Yəni bu qədər başlıq sizi aldatmasın. Həmçinin sizin bildiyiniz qurğular, bilmədiyiniz qurğuları, onların iş prinsiplərini öyrənəcəyik. Və alqoritmləşdirmənin əsasları. Bildiyiniz kimi bizim hazırda kompüterimizdə və yaxud telefonumuzda olan hər bir proqram müəyyən bir alqoritm əsasında hazırlanır. Və biz də əlbəttə ki, bu alqoritmlər nələrdir? Alqoritm ümumiyyətlə necə olur? Hansı növləri var? Bunları öyrənmiş olacağıq. Dördüncü bölməmiz isə proqram təminatıdır, yəni software. Proqram təminatında proqram adları öyrənəcəyik, bəzi proqramların nə işə yaradığını öyrənəcəyik. Bundan sonra isə artıq 5-ci bölmədən biz proqramların birbaşa özünü öyrənmiş olacağıq. Yəni əməliyyat sistemləri, yəni kompüterin ən ilkin proqramı, ümumiyyətlə telefonlarımızın da, kompüterlərimizin də, planşetlərin də ən ilkin proqramı əməliyyat sistemləridir. Bunları öyrənəcəyik. Bundan sonra isə keçirik Windows 11 əməliyyat sisteminə. Yeri gəlmişkən onu qeyd edeyim sizlərə. Windows 11 əməliyyat sistemi 2025-ci ildə daxil olundu və 2026-cı ildə də Windows 11 əməliyyat sistemindən suallar düşəcək. Əksər kitablarda, məsələn burada da baxın, mən Windows 10-u 11 eləməliyəm. Əksər kitablarda Windows 10 olaraq qalıb, amma bizim kursumuzun Magistral Tədris Mərkəzinin kitabında Windows 11 əməliyyat sistemi artıq testləri ilə birgə həm də nəzəriyyəsi var. Bundan sonra mənim ən çox sevdiyim bölmələr gəlir ki, Office proqramları, Microsoft Word ilə başlayacağıq. Bəziləriniz əminəm ki, bir çox məlumata sahibsiniz bu mövzuda, yəni bu proqram barəsində. Microsoft Excel-dən minimal ibtidai bilikləri öyrənəcəyik burada. Hətta sizə deyim ki, bir neçə dənə, ondan çox funksiyanı öyrənəcəyik ki, bu funksiyalar sizlərə əminəm ki, bir çox işinizdə lazım olmuş olacaq. Daha sonra biz öyrənəcəyik Excel proqramını öyrənəndən sonra.
Microsoft PowerPoint 2019 təqdimat yaratmaq üçün əminəm ki, universitetdə müəllimləriniz yenə sizə deyib ki, get təqdimat yarat gətir. Siz də hazırda təqdimat yaratmısınız. Düzdür, indi süni intellektlə daha yaxşı təqdimatlar yaratmaq olur, amma PowerPoint-dan istifadə edənləriniz də var. Bundan sonra isə Office proqramlarından sonuncusu olan verilənlər bazası Microsoft Access 2019 barəsində məlumatları yiyələnəcəyik. Bilirəm, bir çoxunuz bu proqramla işləməmisiniz, amma narahat olmayın. Yaxşı bir şəkildə bunu da mənimsəyə biləcəksiniz. Word, Excel, PowerPoint kimi bu da çox maraqlı proqramdır. Özünə məxsus xüsusiyyətləri var. Bir növbəti bölməmiz kompüter qrafikasının əsasları olacaq. Kifayət qədər maraqlı, telefonunuzda olan şəkillərin hansı tipə məxsus olduğunu bilmək üçün fail genişlənmələri var burada. Daha sonra raster vektor üç ölçülü fraktal qrafikası barəsində məlumatlar əldə edəcəksiniz və bundan da qəbul imtahanına 1, bəzən 2 sual düşmüş olur. Artıq sonlara doğru yaxınlaşdıqca mövzularımız bir balaca nəzəri hissə cəhətdən termini çox olan mövzulara doğru gedir. Kompüter şəbəkələri, lokal və qlobal şəbəkələr, bu şəbəkələr barəsində öyrənəcəyik ki, kompüterlər bir-biri ilə nə cür əlaqələnir? İstər simsiz əlaqə vasitələri ilə, istər simsiz əlaqə vasitələri ilə, simlə, yəni kabellərlə və yaxud da burada texnologiyalar var. Belə deyək, ən məşhurlardan biri biz hazırda internetə, telefonda nə ilə qoşuluruq? Wi-Fi texnologiyası ilə qoşuluruq və ya Wi-Fi olmayanda nə ilə qoşuluruq? 4G, 5G simsiz əlaqə vasitələri ilə qoşuluruq, texnologiyalarla. Kompüter şəbəkələrini də öyrənəndən sonra mən burada 2 yerə bölmüşəm əslində. Kompüter şəbəkələrində birinci lokalı öyrənəcəyik, növbəti bölməmiz isə onun davamı olan internet qlobal şəbəkəsini öyrənəcəyik ki, bu da çox maraqlıdır. Burada da sosial şəbəkələr barəsində danışacağıq, web texnologiyaları barəsində danışacağıq. Elektron hökumət portalını mən bu hissədə vermişəm. Çünki bundan bəzən sual düşür, bəzən yox. Məsələn, son 3 imtahanda 2025-ci ildə, 2026-cı ildə olan imtahanda daha doğrusu elektron hökumətdən heç sual düşmədi. Amma düşə bilər. Yəni bu proqramda var. Və sonuncu bölmə 2026-cı ildə ilk dəfə təkrarlandı bu mövzu. Daha doğrusu 2026-cı ildə ilk dəfə istifadə olundu. İnformasiya təhlükəsizliyi mövzusudur. Bu da kifayət qədər müasir dövrdə informasiya təhlükəsizliyi anlayışına hər bir tələbə müəyyən qədər yiyələnməlidir. Kiber təhdidlərdən, kiber hücumlardan necə qorunmalıdır, ən azından necə təhlükəsizlik parametrlərini təyin etməlidir. Bunların hər birini bu hissədə öyrənmiş olacağıq. Yəni müasir dövr üçün kifayət qədər aktual bir mövzudur. Bunu öyrənməyiniz hər hansısa bir sizin ziyanınıza yox. İstər informatikada imtahan cəhətdən, istəyirsə də normal bir vətəndaş cəhətdən informasiya təhlükəsizliyi barəsində məlumatları öyrənməyimiz çox vacibdir. Və bu formada proqramda deməli bölmələr, mövzular və başlıqlarımız vardı. Yeri gəlmişkən bu proqramı da mən bu videonun açıqlama bölməsində yerləşdirəcəm. Həmçinin də ödənişsiz dərslərimizdə iştirak etmək üçün siz bu videonun alt hissəsində yerləşdirdiyim linkə daxil olursunuz. Müəyyən sayda məlumatları mən həmin ödənişsiz qruplarda təqdim edəcəm. Hər birinizə uğurlar arzulayıram. İnşallah bu yolun başlanğıcıdır hələ. Yolun axırında əminəm ki, hər biriniz yüksək nəticə göstərmiş olacaq. Qatarlı getdi və məndən hələ ki bu qədər. Bir növbəti videoda görüşənədək.